Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Ərdəbil əyalətinin mərkəzi Ərdəbil şəhəri də daxil olmaqla bir neçə şəhərdə çörəyin qiyməti bahalaşıb. Bu barədə yerli mənbələr məlumat yayıb. Əvvəlcədən rəsmi şəkildə elan edilmədən müxtəlif çörək növlərinin bahalaşmasının vətəndaşların etirazları ilə qarşılandığı bildirilib. Əyalət valisinin müavini Behruz Xəlili isə qiymət artımının özbaşına və qanunsuz olduğunu deyib. Şərqi Azərbaycan vilayətində Yardım Komitəsinin rəhbəri bildirib ki, 12 günlük müharibədən bu günə qədər təxminən 50 min nəfər vilayətin yardım sisteminə əlavə olunub. Məhərrəd Məhəmmədpur Şatri əlavə edib ki, hazırda təşkilatın əhatə etdiyi əhali 150 mindən çoxdur. O həmçinin bildirib ki, son müharibə zamanı vilayətdə yardım alan 71 ailənin evləri qismən və ya tam şəkildə zərər görüb. Məsul şəxs qeyd edib ki, may ayının sonunadək evləri təmirə ehtiyacı olan yardım alanlar üçün, sentyabr ayının sonunadək isə evlərini tamamilə itirənlər üçün bərpa və yerləşdirmə proqramı planlaşdırılıb. Qeyd edək ki, son müharibə Güney Azərbaycan da daxil olmaqla İran cəmiyyəti üzərində ciddi iqtisadi təzyiq yaradıb. Əsas ərzaq məhsullarının kəskin bahalaşması, işsizlik və yüz minlərlə insanın biznesinin dayanması, həmçinin yoxsulluğun genişlənməsi və orta təbəqənin zəiflənməsi bu müharibənin ciddi təsirlərindən hesab olunur. Türkiyənin İnsan Haqları və Azadlıqları Humanitar Yardım Fondu İranda müharibədən zərər çəkənlərə yardım çərçivəsində daha 7 yardım yük maşınının bu ölkəyə göndərildiyini açıqlayıb. Fondun yaydığı bəyanatda bildirilir ki, mart ayından bəri İrana qarşı davam edən hərbi hücumlar ölkədə geniş humanitar və infrastruktur böhranına səbəb olub. Milyonlarla insanı ağır vəziyyətə salıb. Rəsmi məlumata görə İranda 3,2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb, çox sayda xəstəxana və tibb mərkəzi fəaliyyətini dayandırıb. Rəsmi Yaqub Alaca bildirib ki, bu yardım karvanına dərman, ərzaq, gigiyena ləvazimatları və təcili sığınacaq avadanlıqları daxildir. Onun sözlərinə görə yeni göndərişlə birlikdə Türkiyədən İrana yollanan yardım yük maşınlarının sayı 11-ə çatıb. Alaca əlavə edib ki, fondun ilkin hədəfi İrana 50 yardım yük maşını çatdırmaqdır. Yeni yardım karvanı yola salınma mərasimindən sonra İran sərhədinə doğru hərəkət edib. Davam edirik. İsrail İrana qarşı hərbi əməliyyatın yenidən başlanmasını istisna etmir və buna hazırdır. Kan Dövlət telekanalının məlumatına görə bu barədə İsrailin Müdafiə naziri İsrail Katz bildirib. İrandakı missiyamız başa çatmayıb, yaxın vaxtlarda yenidən hərəkət etməyə hazır vəziyyətdəyik deyə Katz vurğulayıb. Xatırladaq ki, Katz aprelin 23-də də İsrail ordusunun İrana qarşı əməliyyatı bərpa etməyə hazır olduğunu bildirərək ABŞ-dən yaşıl işıq gözlədiklərini demişdi. İsrail son sutqada Hizbullahın 20 üzvünün məhv edildiyini açıqlayıb. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. İsrail ordusu son 24 saat ərzində Livanın cənubunda Hizbullah terror təşkilatına məxsus 65 hərbi obyektə zərbələr endirdiyini və təşkilatın 20 silahlı üzvünü məhv etdiyini bildirib. Məlumata görə hücumlar zamanı silah anbarları, müşahidə məntəqələri və komanda mərkəzləri hədəf alınıb. Hörmüz boğazında dəniz hücumundan sonra Hindistan gəmisi batıb. Günas TV-nin məlumatına görə Oman sahilləri yaxınlığında Hindistan bayrağı altında üzən bir gəminin partlayaraq batması bölgədə təhlükəsizlik gərginliyini yenidən beynəlxalq gündəmin mərkəzinə gətirib. Dehli bu hadisəni qəbul edilməz adlandırıb. Hindistan Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, çərşənbə günü 13 mayda Oman sahilləri yaxınlığında bu gəmiyə edilən hücum qəbul edilməzdir və mülki ticarət gəmilərinin, eləcə də dənizçilərin hədəf alınması dərhal dayandırılmalıdır. Dehli həmçinin gəminin heyətinin xilas edilməsinə görə Oman rəsmilərinə təşəkkür edib. Vanguard Dəniz Təhlükəsizlik şirkəti açıqlayıb ki, MSV Hacı Ali adlı bu gəmi 54 metrlik taxta yük gəmisi olub və Omanın Lima sahilləri yaxınlığında Hörmüz boğazının cənubunda baş verən güclü partlayışdan sonra batıb. Hadisə Ərəb körfəzi və Hörmüz boğazında hərbi gərginliyin davam etdiyi bir vaxtda baş verib. Bu, Hindistan gəmisinin partladılması dünyanın ən strateji enerji keçidlərindən birində təhlükəsizliyin daha da zəiflədiyinə dair yeni siqnal kimi qiymətləndirilir.
26 ölkənin lideri Hörmüz boğazında normal gəmiçiliyin bərpasına çağıran birgə bəyanat yayıb. Bu barədə beynəlxalq media məlumat yayıb. Gəmiçilik Birləşmiş Millətlər Təşkilatının dəniz hüququ haqqında konvensiyasının və beynəlxalq hüququn müddəalarına uyğun olaraq sərbəst olmalıdır deyə bəyanat müəllifləri bildiriblər. Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, Qətər və Bəhreyn də daxil olmaqla ölkələr naviqasiya azadlığını dəstəkləmək üçün diplomatik, iqtisadi və hərbi imkanlardan istifadə edəcəklərini qeyd ediblər. Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazını yan keçərək neft ixrac imkanlarını artırmaq məqsədi ilə yeni neft boru kəmərinin tikintisini sürətləndirəcək. Reuters agentliyinin Əbu Dabi media ofisinə isnadən yaydığı məlumata görə layihə Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə limanı üzərindən ixrac gücünü 2 qat artıracaq. Layihənin həyata keçirilməsi hazırda böyük ölçüdə bağlanmış Hörmüz boğazından yan keçmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Davam edirik. ABŞ prezidenti Donald Trump'ı öldürən şəxsə 50 milyon avro mükafat ayırmışıq. Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi deyib. O, hərbi və təhlükəsizlik qüvvələrinin qisas tədbiri adlı plan hazırladıqlarını bildirib. Biz hökumətin bu dini missiyanı yerinə yetirən hər hansı bir fiziki və ya hüquqi şəxsə mükafat olaraq 50 milyon avro ödəyəcəyini proqnozlaşdırmışıq. Donald Trump'ı murdar adlandıran Əzizi İranın keçmiş rəhbəri Əli Xamneyinin qanının yerdə qalmayacağını söyləyib. Biz inanırıq ki, ABŞ-nin murdar prezidenti İsrailin pis və mənfur baş naziri və Centcom komandanı ilə mübarizə aparılmalı və qisas alınmalıdır. Onların imamımızı şəhid olmasına səbəb olan əməllərinə oxşar cavab vermək bizim haqqımızdır. ABŞ prezidenti Donald Trump bildirib ki, Çin sədri Xi Jinping Pekinin İrana hərbi texnika tədarük etməyəcəyini vəd edib. Trump deyib ki, bu məsələ Xi Jinpinglə danışıqlarda müzakirə olunub. O dedi ki, hərbi texnika tədarük etməyəcək. Bu çox ciddi bəyanatdır deyə ABŞ prezidenti bildirib. Trump əlavə edib ki, Çin eyni zamanda İrandan neft almağa davam etmək niyyətindədir. Ağ Ev lideri Donald Trump bildirib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları davam edəcəyi. Bu barədə Trump Truth Social sosial şəbəkə hesabında yazıb. Hazırda Pekində dövlət səfərində olan Trump, Çin Xalq Respublikasının sədri Xi Jinpinglə danışıqlarının gedişatını müzakirə edərkən bildirib ki, Çin lideri onu ikinci müddətində qazandığı uğurlara görə təbrik edib. Administrasiyanın nailiyyətləri arasında Trump xüsusilə Venezuela üzərində hərbi qələbəni, onunla inkişaf edən münasibətləri və İranın hərbi cəhətdən məhv edilməsini qeyd edib və əlavə edib ki, bu davam edəcək. İranın proksi qruplarına silah tədarükü yolları kəsilib. Bu barədə ABŞ Mərkəzi Komandanlığının rəhbəri Admiral Brett Cooper Senatda keçirilən dinləmələr zamanı bildirib. Brett Cooper qeyd edib ki, hazırda İrandan regional müttəfiq qruplara heç bir resurs və ya avadanlıq ötürülmür. Bugün İrandan Həmas, Hizbullah və ya Husilərə heç bir resurs və avadanlıq göndərilmir deyə o qeyd edib. ABŞ Mərkəzi Komandanlığının rəhbəri Admiral Brett Cooper İranın raket arsenalının 70%-dən çoxunu qoruduğu barədə məlumatları etibarsız adlandırıb. O, bu barədə Senatın Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı bildirib. Onun sözlərinə görə ABŞ əməliyyatları İranın yaxın şərqdəki hərbi imkanlarını ciddi şəkildə zəiflədib. Qeyd edib ki, İran artıq geniş miqyaslı hücumlar həyata keçirmək imkanında deyil və müdafiə sənayesinin böyük hissəsi məhv edildiyi üçün bərpa prosesi uzun çəkəcək. Admiral həmçinin vurğulayıb ki, əməliyyatlar nəticəsində Həmas, Hizbullah və Husilər İranın silah və dəstəyindən böyük ölçüdə məhrum olub. Çin Hörmüz boğazından gəmilərin azad hərəkət etməsində maraqlıdır və yaxın şərqdə sülh istəyir. Bu barədə Pekindəki Amerika nümayəndə heyətinin üzvü olan ABŞ ticarət nümayəndəsi Jameson Greer bildirib.
Çin Hörmüz boğazının açıq, heç bir rüsumsuz və hərbi nəzarətsiz olmasını vacib hesab edir. Bu görüşlərdən aydın oldu və biz bunu alqışlayırıq deyə o bildirib. Jameson Greer Çinin İranla münasibətlərə yanaşmasını çox praqmatik adlandırıb. Onlar regionda sülh istəyirlər. Prezident Donald Trump regionda sülh istəyir. Əminik ki, onlar İrana hər hansı maddi dəstəyi məhdudlaşdırmaq üçün əllərindən gələni edəcəklər. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.